Uşaqlar, gəlin belə bir tarazlıq məsələsinə baxaq. Reaksiya tənliyi verilib. Birinci tarazlıq anında maddələrin qatılıqları verilib. Əgər maddələrin tarazlıq qatılıqları verilibsə, biz həmin reaksiyanın deməli ilk olaraq tarazlıq sabitinin qiymətini tapmalıyıq. Buna görə də məhsulun qatılığının kvadratını bölürük başlanğıc maddələrin qatılıqları hasilinə. Və qiymətlərimizi də yerinə yazsaq və həll etsək, burada deməli tarazlıq sabitinin qiymətini 4 almış olarıq. Və reaksiya tənliyimizi burada qeyd edək ki, asan olsun. Və burada biz bilirsiniz ki, uşaqlar, ümumiyyətcə hidrogen sərf olunur x qədər, əmsalları qədər, hidrogen yod isə 2x qədər alınır və bizə tarazlıq anının birinci tarazlıq halı, sonra sərf tarazlıq bu şəkildə yazırıq. Çünki birinci tarazlıq halından sonra sərf olunma baş verir, sonra ikinci tarazlıq halı yaranır və biz birinci tarazlıq qatılıqlarımızı qeyd edirik bura. Və şərtə görə 1,2 mol hidrogen yodid əlavə olunduğuna görə bunun da üzərinə gəlib 1,8 alırıq. Və uşaqlar bilirsiniz ki, məhsulların qatılıqlarını artıranda reaksiya sol tərəfə, başlanğıc maddələrin qatılığını artıranda sağ tərəfə yönəlir. İndi burada bizdə hidrogen yodidin qatılığını artırdığına görə reaksiya deməli neyniyir? Sol tərəfə yönəlir. Bir yuxarıdan xətt şəklində göstərim ki, daha aydın olsun. Yəni ki, bu o deməkdir ki, hidrogen yodid 2x qədər azalır. Baxın. Və yodla hidrogende x qədər neyniyir? Deməli, alınır. Sonradan və ikinci tarazlıq halında hidrogen tarazlıq halı 0,3 plus x olur. Yodun həmçinin, onda hidrogen yodidin isə tarazlıq qatılığı 1,8 çıxılsın 2x olur. Və burada bizə deyir ki, ikinci tarazlıq halında olan biz tapaq ki, burada x-in qiymətini tapaq, görək nə qədər hidrogen yodid sərf olunub. Ona görə ikinci tarazlıq halında bilirsiniz ki, temperatur sabit olanda tarazlıq qatılığının qiyməti dəyişilmir. Yəni, bərabərdir, 4 yuxarıda almışıq, bərabərdir. 1,8 çıxılsın 2x-in kvadratı bölünsün 0,3 plus x-in kvadratı. Kök altına salsaq buradan 2 bərabərdir. 1,8 çıxılsın 2x bölünsün 0,3 plus x-ə. Ora bərabərdə həll etsək tənliyi deməli alınır 0,3. 0,3 alınır və biz həmin aldığımız x-in qiymətini hidrogen yodunun tarazlıq qatılığının qiymətində yerinə yazsaq 1,3 bərabərdir 1,2 almış oluruq. Və burada bizə şərtdə deyir ki, hidrogen yodidin tarazlıq qatılığı 0,2 A plus 0,4-ə bərabərdir. Buradan da 0,2 A plus 0,4 bərabər ilə 1,2-yə. Buradan 1,2-dən 0,4-ə çıxsa 0,8 A bərabərdir 4-ə. Və indi bunu aldıq, bu qalsın öz yerində. Sonra deyir ki, bizə butadin stirol kauçukunun quruluş halqasında ikili karbon atom sayının neçə faizini təşkil edir? Uşaqlar, gəlin biz burada butadin stirol kauçukunu yazaq. Bu butadin stirol kauçukunun formuludur. Kauçuk başa yazdım. En sayıda. Və siz bilirsiniz ki, burada da karbonlar var. Bizdən soruşur ki, ikili karbon atomlarının sayını. Uşaqlar, mən ikili karbon atomlarının sayını deməli, belə baxın, ikili karbonlar 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. İkili karbon atomu odur ki, özündən başqa 2 karbondan deməli birləşmiş olsun. Yəni 10 dənə ikili karbon atomu elədir. Və bizə deyir ki, A, yəni A-nı tapdıq biz 4. İkili karbon atomlarının sayının, yəni onun neçə faizidir? Və buradan da cavabı 40% almış olduq.